Oyunlardan 2.9 Hitori mövzusunun baxaq, necə işləmək olar sualları. Şərti oxuyuram deyir, bəzi xanaları elə rəngləyin ki, hər bir sətir, hər bir sütun üzrə rənglənməmiş xanalardakı hərflər təkrar olunmasın. Biz elələrini rəngləməliyik ki, sətirlə sütunda rənglənməmiş olan hərflər təkrar olmasın. Yəni ancaq fərqlilər qalsın, belə deyim də. Rənglənmiş xanalarda, demək bunu yazaqda qeyd kimi yazaq. Bizə birinci nə lazım olmalıdır? Heç bir sətirdə və sütunda, deməli sütunda təkrar nə olsun? Olmasın. Təkrar olmasın. Baxıram ikinci. Sonra deyir ki, rənglənmiş xanaların ortaq tərəfi ola bilməz. Deməli, rəngli xanalar ortaq ola bilməz. Yəni yan-yana olur. Ortaq tərəf olmamaq nə deməkdir? Tutaq ki, bu xana rənglidir. Bu xanada yanındakı rəngli olsa, bu tərəfləri birləşəcək də, düzdür? Ona görə yanaşı gərək gəlməsin və yaxud düz altında da yanaşı gələ bilməz. Yanaşı gəlsə ortaq tərəfləri olmuş olur axı. Yəni aralı olsun. Heç olmasa bir dənə ortada boşluq olsun ki, məsələn, bura rənglənə bilər, hə. Bu hissə rənglənə bilər, bəli olar. Yəni əsas odur ki, yanaşı gəlməsin. Yan-yana olmasın. Deməli, o da yazaram ki, yanaşı olmasın. Və ortaq tərəf olmasın. Ortaq olmasın. Ortaq tərəf olmasın. İndi baxaq üçüncü qayda. Üçüncü nə istəyir? Deyir ki, rənglənməmiş xanaların hər birindən digərinə yalnız rənglənməmiş xanalardan sətir və sütun üzrə keçməklə çatmaq olar. Bu nə deməkdir? Tutaq ki, deyir ki, rənglənməmiş xanalardan. Məsələn, bu xana rənglənməyib, misal üçün. Bundan digərinə yalnız deyir, rənglənməmiş xanalarla keçmək mümkündür. Yəni, rəngli varsa oradan keçmək olmur. Ancaq rənglənməmişlərin yanına keçmək olur və sətir və sütun üzrə keçmək olur. Onda mən belə eləməliyəm ki, yəni yolu bağlamaq olmazdı. Yəni necə? Məsələn, tutaq ki, buradan qarşısını əgər mən rəngləsəm, tutaq ki, bunun 4 tərəfini də rəngləsəm, məsələn, E-nin hər tərəfini rənglədim. Bu E çarpaz gedə bilməzdi, ancaq sətir və sütun üzrə getməlidir və boş xanadan keçməlidir, rəngsiz xanadan keçməlidir. Ona görə bir dənə Y-ni saxlayıb, üçünün də ətrafını belə rəngləmək olmaz. Nəyə görə? Çünki bu Y-nin çıxışı olmayacaq. Y-nin elə bir yolunu bağlamış olacaq. Niyə? Çünki Y buradan çarpaz çıxa bilmir, buradan çıxa bilmir, hardan çıxsın? Bəs ancaq sətir və sütun üzrə çıxmalıdır, o da mümkün deyil. Ona görə nə etməliyəm? Yolu bağlamaq olmaz. Hər tərəfdən yəni rəngləmək olmaz. Bunu yazdıq, bağlamaq olmaz. Keçdik o birisinə. Və bir də bir neçə vasitələri baxacaq ki, köməkçi vasitələr kimi nələrdən istifadə edə bilərəm. 2 dənə yanaşı hərflər olan, məsələn, D ilə D-dir. Tutaq ki, başqa görək burada yanaşı nə var? Yenə bu D ilə D-dir. Bu yanaşı damalarda ortadakı hərfi dairələyib, yəni saxlaya bilərəm. Yəni ortadakını tutaq ki, kənarlara dəyməyim. Tutaq ki, yazıram. A ilə eyni olsun. Məsələn, D ilə D. Ortasında hansısa bir C hərfi yazılıb. Həmin ortadakı C-ni dairəyə alıb saxlayıram ki, bunu silmək olmaz. Silməyə ehtiyac yoxdur. İndi baxaq burada, məsələn, nələrdən istifadə edə bilərik başqa. 5. Bunlar heç. Bir də məsələn 3 dənə də ola bilərdi. Tutaq ki, 3 dənə məsələn D verər. Onda məcburam qıraqdakıları silim, ortadakını eləyim, dairəyə alıb saxlayım. Bu belə. İndi gəlin bunu misalın üstündə işləməyə başlayaq. İndi baxaq buradan hansı sətirdən, hansı xanadan başlasam, deməli, nəsə ola bilər. Burada baxıram ki, təkrar olunan 2 dənə, məsələn, burada D-lər var, düzdür? 2 dənə bu D-lərdir. 2 D-nin ortasındakı, məsələn, A-nı saxlayaram onda. Bunu elə gəlin qırmızı ilə qalsın. Bu A-ya dəyəni dəymək olmaz, sərf etmək olmaz. Sonra baxıram, D ilə D-dir, yenə təkrardır. Ortasındakı B-ni onda məcburum saxlayayım, düzdür? Başqa görüm nələr eləyə bilərəm. Başqa nələr deyə bilmərəm. Görək. Biz demişik ki, sətir üstündə təkrar olmamalıdır. Nəsə yanaşı şey seçə bilmərəm və yaxud təkrar olmaz. Bir də bu C ilə C görsünüz yanaşıdır. C ilə C yanaşıdır. Tutaq ki, bunlardan birini rəngləyəcəm, birini də ki saxlayacağım. Düzdür? Yəni baxaq görək nələri saxlayım, nələri. Tutaq ki, məsələn bu C-ni silirəm, birini saxladım. Başqa nə var bizdə burada? Baxaq sətir üstündə hansı hərf təkrar yoxdursa, onu saxlayım.
Məsələn, burada A, C, B, 2 dənə B-dən var. B-ni bilmirəm. Y-ni burada saxlayaram da. Y-dən təkrar yoxdur. Nə sətirdə, nə sütunda bir dənədir. Y-ni saxladım. Düzdürmü? Sətir sütunda təkrarlanma olmamalıdır. Ona görə bunu saxladım. Burada C-nin amma biri təkrar edir, onu sildim. O heç. Görə başqa nəyi saxlaya bilərəm? Burada Y-ni saxladımsa, burada da bu sütunda da birinci sütunda baxın 2 dənə Y var. Deməli, nələri bunu silmişəmsə indi görə. Bu Y-ni saxlayaram, bu ətrafındakı A-nı da saxlayım. Düzdür? Bu Y-ni saxladımsa, onda bu Y-ni məcburam silməyə. Düzdür? Təkrar olmamalıdır axı. Bu Y-ni silim gərək. Bura silindi. Aha. İndi bura silindi. Gəlin baxaq bu sətrə, bir də bu sütunda görək nələr olmaz. Neyə bilərəm? Nələr elə bilmərəm. Məsələn, mən haranı? Buranı bağlasam, burada A-nın yolu bağlanmış olurdu. Düzdür? Məcburam buranı dairəyə alım ki, yolu bağlanmasın. Düzdürmü? Yolu bağlanmasın. Amma burada D-dən təkrar var. Axında görə bu D-ni silim mən. Düzdür? D-ni buranı silsəm. Onda D-ni silsəm, burada başqa nə qaldı? Nəyi saxlaya bilərəm başqa? A-dan yoxdur, onsuz da saxlaya bilərəm. Bu sətirdə A-nı saxladım. Başqa nələr var? İndi gəlin baxaq. Nəyi saxlayaq, nəyi silə bilərik. Gəlin baxaq bu tutaq ki, sütun üzrə. Aha, indi baxıram birinci sütunda yerləşən hərflərə. Məsələn, D və D hərfləri var, düzdür? Hər ikisində təkrar olunub. Aha, birini saxlayacağım, deməli birini silərəm, düzdür? Tutaq ki, bu D-ni saxladım, bu D-ni sildim. Burada problem yoxdur. Baxaq başqa hansı sütunda təkrar var, yenə hansı sütunda. Bu niyə, buradakı niyə silmədim? Bunu silsəydim, Y-ni hər tərəfdən bağlamış olardım. Ona görə məcbur bunu saxladım, bu tərəfdəkini sildim. İndi gəlin baxaq bu sütunda görək nə var. Təkrar B-lərim var. B-lərdən birini silməliyəm, birini saxlamalıyam. Bunu silə bilmərəm, çünki yanaşı silmək olmaz. Ona görə bunu siləcəm və bunu saxlayacağam, düzdür? Aha, indi gəl baxaq nə qaldı burada. A-dan bir dənədir, dəymirəm, saxladım. Başqa nə var burada? C ilə D-dən var. C-dən hələ ki qalsın. İndi gəl baxaq burada başqa təkrar nə var? Görək, burada 2 dənə D-miz var, düzdür? 2 dənə D-dən birini saxlamalıyam, birini silməliyəm. D-nin birini saxlayayım, bunu saxlayayım. Niyə? Bunu silim ki, bunu silsəm həm də bu sütunda da, bu sətirdə də 2 dənə D var, daxı birini silmiş oldum. Sonra İndi gəl baxaq, onda bu D-ni saxlayım gərək, düzdürmü? Başqa nələri silə bilərəm? C-ni artıq saxlayacağım, C-dən olsa bir dənədir. Burada problemi yoxdur. Bir dənə burada nə var? B-lərim var. Bu aynen C-ni də saxlayıram, orada da heç bir problem yoxdur, təkrar yoxdur. B ilə B-miz qaldı. İndi B ilə B-ni görək hansını silə. Bir də bu Y-ni də saxlaya bilərəm də, burada da təkrar yoxdur. Başqa heç nə qalmadı, düzdür? Bütün hamısını sildik. İndi bizə deyək ki, soldan birinci sütunda rənglənəcək hərfləri seçin. Soldan birinci sütuna baxaq. Görək hansılar rənglənib. Deməli, bu C ilə Y rənglənib. Əslində cavab bəllidir. Amma burada gəlin B-lərdə müəyyənləşdirək. Görək hansını silə bilərəm, hansını saxlaya bilərəm. Məsələn, tutaq ki, burada B-ni silsəm. Bu B-ni silsəm. Görək bizə yolu bağlamış oluruq, yoxsa hansısa yola təsiri olmur yoxsa. Məsələn, bu yolu bağlasam, buradan görək, tutaq ki, belə bir keçid qoysam. Məsələn, A-dan yolu bağlamır. Amma məsələn, buradan belə ziqzaq gəlir, göylə göstərim. Baxın, buradan belə, 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 belə gedir, düzdür? Hansının yolunu kəsir gedir? Elə bil ki, yolu bağlamış olduq. Nəyə görə yolu bağladıq? Çünki baxın, bu xəttin üstündə olan hərflər, bax bu D, Y, Y, A, C, bunlar necə aşağı düşsünlər, aşağı hissəyə düşə bilmir axı. Elə bir ki, yer yoxdur düşməyə də, hamısı kreslə bağlanıb. Ona görə məcburam ki, bunu silməyim. Nəyi silim onu? Digər B-ni silim. Bunu geri qaytaraq. B-ni deməli, digərini qaralayacam. Yəni, bunu saxlayacam, digərini, bu B-ni siləcəm. Vəssalam. İndi nələrim qaldı bizdə görək, hansılar silinmiş oldu? Bizdən nə istəyirdi? Deyək ki, soldan birinci sütunda olanları istəyir. Soldan birinci sütun hansılar oldu? Deməli, yəni, bax, bunu istəyir. Y-ni qaralamışam, bir də C-ni qaralamışam, yəni C-dən Y. Axıra qədər tapmasam da bunları tapmış oluram əslində, amma yenə də axıra qədər baxmaq olar. Deməli, variant olur A bəndi.